Həqiqi zahid o kəsdir ki, var dövləti və maddi imkanı olduğu halda dünya malına boyun əymir, ona həris olmur. Heç bir maddi imkanı olmayan, dünya bərbəzəyinə əli çatmayan insana zahid demək doğru deyil. Çünki imkansızlıq zahidlik deyil. Əsl zahid odur ki, hər cür imkanı ola-ola qəlbini dünyaya bağlamır. Malın, mülkün əsiri olmur, dünya sevgisini ürəyinə yerləşdirmir. Necə ki, Malik bin Dinar özünü nəzərdə tutaraq belə demişdir. İnsanlar Malik bin Dinarı zahid adlandırırlar. Halbuki əsl zahid Ömər bin Əbdüləzizdir. Çünki dünya və var dövlət onun ayağına gəldiyi halda o bunlara əsla rəğbət göstərmədi.